gün beynəlxalq İKT-də Qızlar Günüdür. Bu günün məqsədi texnologiya və İKT sahəsində qızların rolunu gücləndirməkdən ibarətdir. Bu qlobal təşəbbüs qızların informasiya və kommunikasiya texnologiyaları sahəsində təhsil almalarına, peşəkar bacarıqlar əldə etmələrinə və bu sahədə uğurla irəliləmələrinə dəstək göstərməyi hədəfləyir. Bu gün elektron təhlükəsizlik xidmətinin təşkil etdiyi təlimdə iştirak elədim. Bu təlimdə mən çox dəyərli məlumatlar qatdı. Elektron təhlükəsizlik xidmətinin təşkil etdiyi təlimdə bu gün iştirak etmək mənim üçün çox xoş oldu və bu təlimdə iştirak edərkən həm nəzəri biliklərin yox, həmçinin də praktiki biliklərin də bu sahədə nə qədər çox önəmli olduğunu dərk etdim və bu sahəyə olan marağım daha da artdı. Elektron təhlükəsizlik xidməti olaraq qızlara bu sahədə cəsarətlə addım atmağa və potensiallarını tam şəkildə üzə çıxarmağa çağırırıq.